Herkese salam, YouTube kanalıma hoş gelmişsiniz. Bir müddet evvel burada shortslarda da TikTok'ta da bir video paylaşmıştım. 20'li yaş dramaları. Bugün 20'li yaş dramaları hakkında danışacağıq. Bir de İngilis dil öğrenmeye başlamışam. Bununla bağlı yaxında çox qəşəng bir video gələcək. İndi əslində qalsa onun çəkimlərini eləyəcəyik birazdan. Kəmal'e salam de. 20'li yaş dramaları məncə hamımızın həyatında bir dövr yaşadığı bir şeydir. 20 yaşında olmaq çünki çox acayip bir şeydir. Balaca vaxtından bir məqsədlə böyüdülmüsən, universitetə girmək və qarşına qoyduğun ən böyük məqsəd bitəndən sonra arada qalsan ki, mən neyniyəcəm? Məncə bunun ən böyük səbəblərindən biri də uşaq vaxtı qurduğumuz xəyallardır. Məsələn, mən özümdə bunu görürəm. Mən 20 yaşında, bilsən nə idim uşaqlığımda? 20 yaşında olmaq istəyirdim. Ya mən 20 yaşımda çıtır bir ablaydım. Yəni məncə mən görünüşcə məncə 20 yaşında durmuram. Yəni 19 yaşım var, öz aramızda 20 olacaq. 3 ay sonra mənim 20 yaşım olur. Artıq 10'lu yaşlara bay bay deyirik. Və mən uşaq vaxtı bir xəyal eləmişdim 20 yaşımı. Belə o cool, diktavanlı, defilələrdə gəzən ablalar kimi idim və maşınım var idi, evim var idi, işim var idi, ərim var idi. Çox möhtəşəm bir ilişkim var idi falan yerdə. Bundan hamısı 20 yaşımda var idi. Və mənim 20 yaşıma qalıb 3 ay. Əlimizdə var 0. Və 20 yaşında artıq xaricdə olmaq istəyirdim. Gördüyünüz kimi Bakıdayam. Normalda mən həmişə YouTube videolarını izləyəndə belə otluqda oturub danışan insanlar olurdu. Amma onların oturduğu otluq University of Milan'ın kampüsüydü. Mənim oturduğum otluq sahildir uşaqlar. Mən bunu insanlara deyəndə mənə çox vaxt təpkisi verirlər ki, sən hələ uşaqsan, sən hələ cavanlığın qabağdadır, hələ yaşayacağın çox şey var. Amma istədiyim həyat budurmu? 20 yaşında çox insan məncə nə edəcəyini bilmir. Çünki yaşlıların çox fərqli şeylər eləyirlər. Bir yaşlıdın var evlənib, bir yaşlıdın var iş qurur, bir yaşlıdın var ki uşağı var, biri xaricdə oxuyur, biri Azərbaycanda oxumaq qərarı verir. Nə bilim, biri heç oxumaq istəmir, deyir ki, mən oturacam evimdə, görücü usulü evlənəcəm. Yəni yaşlıların hərəsi fərqli yoldadır və sən bu boyda seçənəyin, bu boyda yolun içərisində belə qalırsan ki, mən neyniyəcəm? Mən nə olacam? Çoxumuz ixtisasımızı sevərək seçməmişik. Ailəmiz deyibdi ki, bu ixtisas qəşəngdir, bu ixtisasda oxu. Mən o yöndən şanslıyam ki, mən öz istədiyim ixtisası oxumuşam. Amma belə oxumuşam, okey, mən menecment oxumuşam. Mən neyniyəcəm indi? Mən nə olacam? Bu seçənəklər, məsələn də, menecmentin çox qolu var. Mən hansını istəyirəm, bunu bilmirəm. Ya da, məsələn, mən həm marketing üzrə oxumuşam. Mən əslində universitet illərimi çox da boşa yaşadığımı düşünmürəm o qədər də. Bir dənə ingilis dili və xaricdə getməkdə peşmançılığım var. Amma sosial həyatım olsun, qatıldığım proqramlar olsun, ya da nə bilim, dostlarımla yemək, içmək, əylənmək olsun, iş həyatı olsun, yeni ixtisas öyrənmək olsun. Mən əslində qalsa bu universitet ilində çox şey sıxışdırmışam. Məsələn, mən marketing üzrə 2 il deyəcəkdim. Marketing üzrə 1 illik bir təcrübəm var. Yeni məzun olmuşam, düzdür, amma məzun olduğum kurs mənə 1 illik iş təcrübəsi də verir. Belə baxanda mən marketing üzrə mi getmək istəyirəm, yoxsa menecment üzrə mi getmək istəyirəm, yoxsa öz biznesimi mi qurmaq istəyirəm, yoxsa influencer üzrə mi davam eləmək istəyirəm, heç bir fikrim yoxdur. Hamısını eyni anda eləməyə və çatdırmağa çalışıram. Bu da istər-istəməz mənə bir yerdə yorur və tükətir. Belə danışmaq da xoşuma gəldi uşaqlar. Bunu TikTok'da seriya eləyəcəkdim. Sonra gördüm ki, belə ürəyim çox doludur, mən çox danışacağam. Dedim ki, bir dənə də YouTube videosu partladım. Dedim, görüm insanların fikri nədir bu mövzularla bağlı. Ümumiyyətcə, kaş həqiqətən keçmişə qayıtmaq deyə bir şey mümkün olsaydı. O, mənim həyatım çox gözəl ola bilərdi. Həyatım gözəldir, ya, Allah naşükürlük eləmirəm. Amma çox fərqli də ola bilərdi. Şu an sizə University of Milan'ın kampüsündən də səslənə bilərdi. Ya da Kəmal, sən keçmişə qayıtsan nəyi dəyişərdin məsələn? Heç nə. Ciddisən? Dəyişməzdim. Hiç pişmanlığın yok mu abla? Yox. Peşmanlığımı çoxdan dəyişdirməzdim. Niyə dəyişdirdim? O şey var ya, indiki ağla çatmaq üçün bu sözdə deyil də, həqiqətən belə. Ha, elədir. Elədiyim şeylərdən sonra ya da ki, seçdiyim yollardan sonra bir nəticə gəlir ki, bu adamı belə elədim, onu belə dedim, nəticədə belə oldu. Bir də elə bir insanlarla danışmıram ya da ki, elə hərəkətlər eləmirəm. Elədiklərimin nəticəsini görəndən sonra dərs çıxartırsan. Sən indi niyə yana yaxılı dərs oxuyursan? Çünki bilirsən ki, fürsətlər qabaqda olacaq və əlindən qaçmasın, ona görə indi oxuyursan. Amma o vaxtda qayıtsaydın və bunu desəydim, eyni motivasiya ilə oxumayacaqdım. Bu da bir həqiqətdir. Məsələn, keçmişə bu dəqiqə qayıtsam və Ülkərə desəm ki, Ülkər, kafe gəzməyin başını burax. Pul yığ. O yığmayacaqdı böyük ehtimalı. Ağzı bir dəfə yandı deyə work and travel'a getmək istədi. O pulu çatmadı deyə.
Ondan sonra ülkə ağıllandı, pul yığmağa başladı. Bəs pul da tər yığa bilərsiniz. Məncə ekonomik özgürlük çox önəmli bir şeydir. Bir də məktəblə, universitetlə əlaqələndirim. Əgər işləməyə və yaxud ki işə əl çatımlığınız yoxdursa, yəni bir işə girə bilmirsinizsə, universitetlərin verilən bu stipendiyaya görə çox oxumanız çox vacibdir. Əlaçı olasınız, ya zərbəçi olasınız, lap işləsəz bilə vacibdir. Çünki əlavə qazanc şeydir. Eynən. Yəni çox da çətin deyil universitetdə əlaçı olmaq. Məncə də deyil. Müəyyən 2 gün ciddi oxusanız ala bilməyəcəyiniz bir şey deyil əlaçı olmaq. Mən özüm heç vaxt əlaçı olmamışam. Ancaq zərbəçi olmuşam. O da öz məsuliyyətsizliyimdir. Həm də stipendiya əgər sizə lazım deyilsə, sizə bir tövsiyəm olsun, o stipendiyanızı yığın. Məsələn, mən stipendiya mənə lazımdır. Çünki mən biraz lüks tükətimi olan bir insanam. Yəni bunu çox qınayıram özümdə. Məsələn də Əslində ona müdaxilə edirəm. Əslində lüks deyil, amma Azərbaycan şəraitlərinə görə lüks olan bir şeydir. Yəni hər gün çox vav bir kafeyə getmir, çox bahalı paltarlar almır. Ortalama bir istifadəçidir və bu Azərbaycan şəraitlərində bir tələbə üçün lüks şeylər. Amma bir şey deyim, mən arada lüks tüketim edirəm. Məsələn, normalda bir qulaqçıq lüks tüketim olmamalıdır. Amma Azərbaycan şəraitində bu mənim üçün bir lüks tüketimdir və mən bu mallığı elədim. Getdim özümə bu qulaqçığı aldım. İt kimi peşmanam. Buradan deyim, mən çox peşmanam bu qulaqçığı aldığım üçün. 100 manatlıq qulaqçıq nəyivə yetmirdi də sən getdin AirPods Pro aldın. Yəni tələbəsən də, lazım deyil bu qədər lüks tüketim. O 600 manatı qoysaydım qırağa mənim üçün daha xeyirli olardı. Nəinki bunu almaq. Belə, yəni pul yığmaq önəmlidir. Pul yığmaq niyə önəmlidir? Çünki məsələn önünə bir fürsət gəlir və sənin əlində pul yoxdursa, heç yeyə bilmirsən. Kəmalin böcəklərlə və yeməklərlə cəbəlləşir arxa kamerada. Aynen. İçine düştü. Aman cezası var mı bu? Parktakilere görsel söylem vereceğim biraz. Aman cezası. Ne diyirdim? Ekonomik olarak özgür olmak bizim niye bu kadar önemlidir? Çünkü ben work and travel'a getmək istirdim Amerikaya bu yay və əslində qalsa mən Amerikaya gedəcəm deyə o şey var ya, bir dili çox qısa müddətdə öyrənə bilərsən. Əgər yumurta qapıya dayanıbsa. Məndə də o yumurta qapıya dayanmışdı və mən çox qısa müddət içərisində ingilis dili bilməyə ehtiyacım vardı. Və mən başım it kimi ingilis oxumağım. Gündə 6-7 saat ingilis oxuyurdum. Speakingim çox inkişaf eləmişdi, readingim çox inkişaf eləmişdi. Yəni writingim, bütün IELTS rangını orada o gün mən IELTS-a girsəydim 6 falan yığardım. O dərəcədə çox inkişaf elətdirmişdim mən ingilis dilimi. Sonra Zortinger Stranza oldum. Nə oldu dostlar? Mən pulum çatmadı Amerikaya getməyə. Bəli, mən pulum çatmadı Amerikaya getməyə. Mənim mən təhsili pulla oxuyuram. Buna görə də çox peşmanam. Kəş pullu təhsil yazmayardım. Amma yəni istədiyim ixtisas buydu. Vaxtında başımı daşa döyüb oxumadığım üçün pullu ixtisas yazdım. Yəni mən həqiqətən oxumurdum. O şey var ya, bəzi insanların zəkası çatmaz. Bəzi insanların həvəsi olmaz. Bəzi insanların sadəcə axmaq olar. Mən sadəcə axmaq olan kesimdən idim və oxumurdum. Niyə? Çünki bilirdim ki, ailəm məni pullu oxudacaq. Amma mən heç düşünməmişdim ki, o pulu, o 3000'i ora verəcəyini, ay qız, xaricə də gedərsən. Mən heç bunu düşünməmişdim. Yəni, uşaq olanını düşünə bilmirsən də bunu. İnsan böyüdükcə fərqinə var. Nəysə, mamaya dedim. Mama dedi ki, yaxşı, tələbə təhsil kreditinə başvurarıq. Mən o 3000'i sənə verərəm. Sən də üstünə biraz pul yığ, stipendiyavı yığ üstünə qoy, gedərsən Amerikaya. Biz belə razılaşdıq. Ondan sonra mən ingilis səviyyəmi gətirdim lazım olan B1 səviyyəsinə və ondan sonra mən şirkətə yazdım yenidən ki, məsələn, mən gəlmək istəyirəm sizin ingilis dili konsultasiyanıza, ingilis dili yoxlamanıza və mən Amerikaya getmək istəyirəm. Onda mənə dedilər ki, əvvəl mənə $3000 demişlər, $3100 demişlər və $5100 qalxmışdı mən gələnə qədər. Çünki work and travel'da belə bir şey var ki, uşaqlar, yox, dollar yox, Azərbaycan manatı. Məndən 3100 manat istəyirdilər və bu 5100 manata qalxdı birdən-birə. Work and travel proqramlarında belə bir şey var ki, 100 nəfərdən sonrasında hər 100 nəfər üçün, yox, hər 10 nəfər üçün $100 üstünə əlavətən qoyurlar. Bir tarix var, o tarixdən sonra sən müraciət edəndə üstünə $100 hər 10 nəfərdən bir qoyurlar. Və mən 2 ay kimi müddət onları gözlətmişdim və bu müddətdə onun üstünə 2000 manat gəlmişdi kimi bir şey olmuşdu. Və mən əlbəttə ki 5000 ödəyə bilməyəcəkdim. 3000'i zorla yığmışdım aslında. 3000'mi, 3600 kimi bir məbləğ yığmışdım. Və bunu tələbə təhsil kreditinə yığmışdım. Mənim həldə kreditim var. Məsələn, ödəmirəm, işləməyə başlayanda ödəyəcəm. Və elə qaldı uşaqlar, yəni. Ona görə pul yığmaq çox önəmlidir. Məsələn, mən birinci kursdan bəri pul yığmağa başlasaydım, Amerikaya bu yay girəcəkdim və Work and Travel'ın o pulu 2 qatını çıxardıb Azərbaycana geri qayıdacaqdım və xarici təhsilimin də əslində qalsa magistr oxumağımın da pulunu çıxarda biləcəkdim.
belə peşmanlıqlarla, amma xoşbəxtliklərlə dolu bir 3 il keçirdim bu Azərbaycanda, yəni universitet olaraq deyirəm. Məncə Bakı dövlətdən yetəri qədər verim almışam. Mən universitetdə çox sosial aktiv bir tələbə olmuşam. Dərslərim də yaxşı olub əslində yazsa. Universitetimizin imkanlarını da söyləyirəm. Necə yəni? Yəni sosial imkanları məncə çox fazla. Bakı dövlətinin sosial imkanları yaxşıdır. Debat klubu olsun, təcrübə proqramları olsun, TİK-in özü. TİK zaten my favorite, bilirsiniz də. İngilislə fokuslanmağa ehtiyacım var. Çünki mən burada qalmaq istəmirəm. Başa xaricə getmək istəyirəm. Mən bir məqsədim var, həyatda bir planım var. O planın üzrə irəliləmək istəyirəm. O planda tam da eləsinə qalsa, o bayaq dediyim baş qarışıqlıqlarım var əslində. Amma tək bir həmfikir olduğum məsələ var. Mən Azərbaycandan gələcəm. Mən xaricə gedəcəm. Xaricdə yaşamağı bəyənərəm, bəyənmərəm, mənə uyğun olar, olmaz. Heç bir fikrim yoxdur, həyat nə gətirər, nə olar. Amma bildiyim tək bir şey var ki, mən Azərbaycanın xaricini görəcəm. Gənc yaşımda sadəcə bu Azərbaycana, Bakıya tıxılıb qalmayacağam. Gənc yaşımda xarici də görəcəm. Çünki bir də nə vaxt 20 yaşında olacaqsınız. O videolar var ya, bir də nə vaxt 20 yaşında olacaqsan və bir də nə vaxt İtaliyanın hər hansı bir küçəsində çalan bir mahnıda ya da İspaniyada bir festivalda ya da Braziliyada bir karnavalda ola biləcəksən. Yəni bir də nə vaxt bu qədər cavan olacaqsan, bu qədər gənc olacaqsan, bu qədər enerjik olacaqsan, bir də nə vaxt həyatı bu qədər çox sevəcəksən. Bilmirəm, bəlkə də 30 yaşında indiki vaxtımdan daha enerjik olacağam, daha çox həyatı sevəcəm. Amma indiki enerjimi, gücümü dərsimə, işimə, gücümə əlavə etmək istəyirəm ki, sonra indi necə 3-cü kursdayam və 1-ci kursdakı halımın peşmançılığını çəkirəm, elə peşmançılıq çəkməyim. Bu videonu izləyən 1-ci kurslar, sizə tövsiyəm odur ki, vaxtınızı düzgün dəyərləndirin, planlarınızı düzgün otuzdurun və disiplinli olun. Sonradan peşman olmaqdansa indi əziyyət çəkmək çox daha yaxşıdır, inanın mənə. Və gələcəkdəki Ülker bir gün keçmişə baxanda indiki halın üçün heyfslənməməyin üçün əlimdən gələn hər şey eləyəcəm. Gələcəkdə bu videonu izləyəndə sən də deyəcəksən ki, Ülker yaxşı ki o gün çabalamısan, sənə bu cümləni dedirəcəm. Özümə bugün burada verdiyim sözdə bu olsun. Gələcəkdə bu videoya baxanda Ülker yaxşı ki çabalamısan deyəcəm. Çox motivasyonlu bir video oldu. Ümid edirəm bu motivasiyaya ihtiyacı olan hamıya bu video xeyir olar. Çünki bu motivasiyanı mənə yaradan insan bile kameranın arxasındadır. Mən həqiqətən çox dipdə bir era yaşayırdım son aralar və yəni Kəmalə ilə qurduğumuz xəyal məni o dipdən çıxartdı. Birlikdə Türkiyəyə getmək planımız olsun ki, indi o planı eləmək istəmirik. Amma yenə də çox daha məntiqli şeylər edə bilərik. Çox daha məntiqli bir qərarlar verməyə başladıq. Oturduq birlikdə. Çox yaxında öyrənəcəyiniz şeylər eləməyə başladıq. Çox yaxında planlarımızla bağlı sizə danışacağam. 2026-cı ildə çox möhtəşəm şeylər. Spoiler verməyəcəm. 2026-cı ildə sizi çox möhtəşəm şeylər gözləyir. YouTube kanalıma indidən abunə olmayı unutmayın. Hər birinizi çox sevirəm. Dəstək olduğunuz üçün çox təşəkkürlər. TikTokda 7000 abunəyə ulaşmışıq və YouTube'da 500 neçədirsə, 500 olduqca. Və bu mənə çox xoşbəxt edir. Aylıq izlənməmiz YouTube üzrə 365 mindir. TikTok üzrə 2.6 milyondur. Hər birinizə dəstəkləriniz üçün çox təşəkkür edirəm. Çünki bəzən özümdə çox yorğun hiss eləyəndə və bir şey eləmək istəməyəndə belə sırf sizə video çəkmək üçün, sırf sizə bir şeylər izah eləmək üçün, sırf sizə motivasiya vermək üçün belə olsa mən özümdə qalxacaq gücü görürəm. Yəni yanımda olduğunuz üçün sizə çox təşəkkür edirəm. Özünüzə yaxşı baxın, özünüzü inkişaf elətdirin. Sağ olun.